Quran-ı Kərimdə rast gəlinən təsirli feillərin bəzisinin siyahısı. Fəalə yəf'ilu modeli üzrə hədə hidayət etmək, ləvə bükmək, vəcədə tapmaq, vəsalə bi birləşdirmək, bir yerə yığmaq, vəqədə bi qorxutmaq, vəqazağan bildirmək, vəqa qorumaq, vəhəbəli bəxş etmək, salə qızartmaq, qada yerinə yetirmək, bənə qurmaq, darabə vurmaq, ləbisə geymək, ləvə bükmək, nəzara nəzr etmək, nəzərə arzulamaq, nəkəhə nicah etmək, nələ vermək, bəxş etmək, həzəmə məğlub etmək, qaza hissləndirmək, fətənə aldatmaq, fərada əmr etmək, azəmə alə çağırmaq, məkərə bi aldatmaq, qasara qısaltmaq. 1. Və lə tə'zimu uqdətən nikahi. Nicah etmək fikrində olmayan Bəqərə surəsi 235-ci ayəni təhlil edək. Burada tə'zimu feili təsirli feildir. Özündən sonra gələn burada uqdətəni saldı təsirli halına. Bu olacaq bizə vasitəsiz tamamlıq. Uqdətən nikahi isə bizdə olacaq izafət birləşməsi. İzafətin birinci tərəfi uqdətə təyinlənən tərəfi. Ən-nikah isə yiyəlik halındadır. Niyə görə yiyəlik halındadır? Çünki izafətin ikinci tərəfi olduğuna görə. Vəhəb lənə min lədunka rəhmə və bizə öz tərəfindən bir mərhəmət bəxş et. Ali İmran surəsi 8-ci ayə. Vəhəbə feili təsirli feil olduğuna görə rəhmətəni gördüyünüz kimi burada saldı təsirli hana. Lənə, yəni bu li və nə bitişən, li ön qoşması və nə bitişən əvəzindən ibarətdir. Min ladunka sözü min ön qoşma, ladunka, ladun burada demək izafətin birinci tərəfi, kə izafətin ikinci tərəfidir.